adətən erkən yazda bişirirlər. Erkən yazda paxla da olur. Soya, paxla növü var, xüsusi növü var, onu plova qatırlar. İndi ilin bu vaxtında ondan olmur. Ona görə də bu onsuz olacaq. Bu plov bişirilir, lobya, kişmiş və süfrəyə veriləndə duzlu, hisə verilmiş balıqla verilir. Buna deyirlər lobya kilov. Bu növü ayrı dəmə qoyacaq. Bu mərci plovdur. Mərci çox xeyirli bir qida maddəsidir. Onun tərkibində protein çoxdur və düyünü yerdən həzm eləməyə kömək edir. Bu qaragöz lobya. Tanış ol, bu balıqdır. Balıqdan plov pişirirlər. Bu plovun adı nə olur? Balıq plovu. Sonra zəhmət olmasa, bir də Azərbaycan ərazisində çox az yayılır. Amma Türkiyədə plovu yalnız noxudla pişirirlər. Noxudlu plov, onu noxudlu plov kimi dəmə qoyacaq. Və bir növ plovumuz olacaq adi ağ plov. Adi ağ plov, üstünə sarıkök vuracaq. Bugünkü plovlarımızın üstünə nə hansı, demək qara deyirik biz adətən. Yəni hansı ət növü, toyuq növü, nə qoyacaq onun üzərinə. Rozanın qarışdırdığı qiymədir. Yəni mal ətindən çəkilmiş, hamınız əgər görürsünüzsə, Murad, yudunsa gətir plov düyünü. Bu qiymədir, ətin doğranmışı, bilirsiniz də. Bakının bəzi kəndlərində bunu yiyənin üstünə biraz daha çıxır. Ona biraz daha çıxır qiyməti olur. Yəni o biraz şirin plov. İstəsəz, mal ətindən çəkilmiş şirin plov. Qoya bilərsiniz düyünün üzərində. Siz əgər istəyirsinizsə. Bunun tərkibində mal ətidir, demək, çisnat, kaşdan, bu xüsusi çisnat, onun xüsusi mahiyyəti var. Çünki kaşdan adətən yağı çəkir öz canına, bir də düyünü orqanizmdə yığılıb bərkiməyə qoymur. Onun həzmini çox sürətləndirir, çox xeyirli bir maddədir. Sonra bunun içərisində, demək, qaysı qurusu var, alça turşusu var, görürsünüz, bir də kişmiş var. Belə, aha, bu düyünü gətirib, düyü hazırdır. Duz tökmüsən? Tökmüsən. Hə, qədər. Tamam. Demək, uşaqlar, su əvvəlcədən qaynayır. Qaynaya olan suya duz tökülür. Baxır, qorxma, o duzun hamısı burada qalmayacaq. Murad gətirir, düyünü buradan gəl. Buradan gəl, mənim yanımdan gəl.